Tərtib edirik tədqiqat sualımızı. Burada artıq scoping icmaları ortaya çıxır. Bu nə deməkdir? Bu artıq geniş versiyasıdır. Ədəbiyyatın geniş versiyasına nəzər salırıq və burada biraz daha sistemik yanaşma olur. Sistemik yanaşma nədir? İlk öncə məqsədi siz qeyd edirsiniz, nə üçün onu edirsiniz. Sonra araşdırma strategiyası və daxil etmə meyarları seçirsiniz. Misal deyim, geniş narrativ icmalda biz 5 il ərzində, məsələn 1990-cı ildən 95-ə kimi hansısa bir zaman çərçivəsi seçmirik və ya deyək ki 6 yaşından 11 yaşına kimi uşaqlar və ya ki 12 yaşından hansısa və bu axtarış strategiyaları daxil etmə meyarları buna deyilir. Sual xırdalandıqca, daha dərinə getdikcə daha spesifikləşir və detallar çoxalır. Ona görə də siz ortaya artıq axtarış strategiyası qoymalısınız və daxil etmə meyarları qoymalısınız. Bundan sonra başlayır ədəbiyyatın xəritələnməsi. Bu uyğun axtarış meyarlarına görə deyək ki, 5 il ərzində 90-dan 95-ə kimi 6-11 yaş uşaqlarda reabilitasiyada sonra hansısa bir xəstəlikdə necə bir nəticə olub, hansısa araşdırmadan sonra. Araşdırma deməyək, tətbiq olunan spesifik bir müalicədən sonra nə olub? Tədqiqat boşluqları və gələcək istiqamətlər də bu ədəbiyyatın xəritələnməsindən sonra ortaya çıxır. Yəni biz artıq artikelləri oxuyuruq. Bu həm orijinal artikellərdir, həm review artikellərdir və ümumiyyətlə bundan sonra ortaya hansı istiqamətdə tərpənə biləcəyimiz çıxır. Tədqiqat sualını qısaldırıq və formalaşdırmağa çalışırıq.